Salam hörmətli müəllimlər və tələbələr. Sizi Novruz bayramı münasibətilə təbrik edirəm. Bugünkü tədbiri açıq elan edirəm. Kollejdə hasta vaxtın yaxşı təşkil olunması üçün belə bir şəraitin yaradılmasına görə Bəxtiyar müəllim öz təşəkkürümüzü bildirdik. İndi isə rəhbərlik adından Şahmurad müəllim danışacaq. Buyurun Şahmurad müəllim. Salam, çox hörmətli müəllimlər, əziz tələbələr. İlk öncə bu müqəddəs bayram münasibəti ilə sizi kollejin rəhbərliyi adından səmimi qəlbdən təbrik edirik. Qoy bahar təravəti hər birimizin üzümüzdən əsik olmasın. Sadəcə mən qısa ekskurs edəcəm Novruz bayramına bağlı bizim gənclərimizə və məclisimizdə bizim gözəl tələbələrimizin istedadından, bacarığından istifadə edəcəyik və hər birinə də təşəkkür edirəm. Novruz bayramı milli, mənəvi dəyərlərimizin özünə qayıdışıdır. Novruz bayramı həyat bayramıdır. Novruz bayramı yaddaşımızın bayramıdır. Ta əlbəttə ki, bunu əsrlərlə bizə dini bayram kimi yanamaq istəyirlər. Lakin sonradan da məlum oldu və Azərbaycanda ilk dəfə 1967-ci ildə görkəmli dramaturg, şair, yazıcı, elmlər doktoru, professor, ədib və dövlət mükafatı laureatı, Zöhür Hacıbəyev adının mükafatlarının laureatı, Mərkəzi Komitənin katibi Şəli Qurbanov ilk dəfə məhz o öz həyatını təhlükəyə ataraq dövlət səviyyəsində yeganə şəxs idi ki, məhz dram teatrında şəhər sovetinin iclasına gəldi və orada eynəlmilətçilik kulyasının altında yaşayan, orada bəli ermənilər də var idi, ruslar da var idi, orada bəyan elədi ki, milli dəyərlərimizə sadiq çıxmalıyıq, milli kadrımızı yüksək vəzifələrdə yerləşdirməliyik və bu bayram ilk dəfə dövlət səviyyəsində qeyd olunmağa başladı.
Və o gündən də o vaxt Vəli Axundov, Azərbaycan Komünist Partiyasının birinci katibi, buna dəfələrlə xəbərdarlıq elədi, sən həyatını təhlükə atırsan, belə bir şey yanlışdır, sən izahat verməlisən. Və İşğəli Qurbanov 22 səhifəlik izahatında bildirdi ki, heç də Novruz bayramı dini bayram deyil, bu bəşəriyyətin ən müqəddəs tədbirlərindən, bayramlarından biridir. Və həmən gündən də İşğəli Qurbanovu Qırmızı İmperiya, Sovet İmperiyasının cəssurları təqib eləməyə başladı. Həyatını hər an təhlükəli idi və nəhayət 1967-ci ildə may ayının 24-də Qırmızı İmperiya rəhbərləri öz arzusuna çatdı. İşğəli Qurbanov diş həkiminə müraciət elədi və çox əfslər olsun ki, Safa Özürlüdən olan baltalar da həmən diş müalicəsi altında görkəmli mütəfəkkiri, görkəmli Azərbaycan ədəbinin aliminin həyatına son qoydu və iynə əvəzinə bunu kimyagərlər yaxşı bilər, onun dişinə siyanit düşdü, həkim vurdu, həmən onun canını taşıdı və həmən həkim də özünü pəncərədən tutlaşdı. Yəni son qoydu, öz əsr vətənpərvərlik nümunəsi göstərdi. Öz şəxsi mənafeyini vətən üçün, dövlət üçün, millət üçün qurban verildi, sözdə yox, əməldə. Məhz bir gün biz İşğəli Qurbanovlara borçluyuq, ömrünün 47 yaşında cavan üçün dünyasını dəyişdi. Yəni Novruz bayramı əlbəttə ki, bizim üçün yeni həyatdır, yeni gündür. Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyi gündür. Hər bir şey həyat gəlir, nəfəs gəlir. Bu 4 etapdan keçir, çərşənbələrdən keçir. Yəni orada biz qeyd edirik yüksək səviyyədə. Yəni hamı da gözəl bilirik. O ilk öncə həyatdan başlayır, evdən başlayır, yürüyüş. Yəni və Novruz bayramı orada bir İran və Əfqanistanda yeni həmən bu dövrdən başlayır. O cümlədən müsəlman ölkələri və Azərbaycan keçir. Mən çox vaxtınızı almıram. Bir daha hər birinizi bayramınızı təbrik edirəm. Sağlam həyat, mənəvi həyat, su kimi sağ paç olasınız. Bayramınız mübarək olsun. İndi meydan bizim gəzlərimiz. Çox sağ olun, diqqətinizi. Salam hörmətli müəllimlər və əziz tələbələr, hər birinizi xoş gördük. Novruz bayramı münasibəti ilə hər birinizi təbrik edirik. Novruz bayramı xalqımızın təntərəqlə qeyd etdiyi bayramıdır. Hansı ki bu bayramda alət ənənələri yerinə yetirir, qızlar qulaq faldan çıxır, papaq atırlar. Tonqollar qalanır, hər kəs bir yerə toplaşır. Süfrələri bir-birindən bərəkətli təamlar düzülür. Novruz bayramının əsas simvollarından olan səmənini hər kəsin süfrəsini bəzəyir.
Bəzi qədim inanclara görə kainat 4 ünsürdən su, od, torpaq və küləkdən yaranır. Hər il 4 çərşənbə Novruzdan günün bərabərləşməsindən əvvəl qeyd olunur. Yəni, su, od, torpaq və yerə bağlıdır insan. Birincisi su çərşənbəsi adlandırılırdı. Yəni, bahara doğru çayların azacıq buz bağlayan yerləri əliyib, çaylara tökülür, torpaqlar yavaş-yavaş islanmağa başlayır. Qızlar qulaqlardan sərin, şirin su gətirirdilər, evlərinin ətrafına çiləyirdilər, üzlərini yuyurdular. İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Elə isə od çərşənbəsində tonqallar qalayırlar. Hər il ayrı üzvünün adına bir şam yandırırlar, xonçalar düzəldirlər. Üçüncüsü yer çərşənbəsidir. Yəni yer artıq azacıq oyanmış torpağı, təzədən çıxmış yaza həsrət gülləri tərkədir. Tumurcuqlanan ağacları yerlədir. Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmaq üçün hazırladı. Ona görə də ilk yaz əkini qışla, kötalla, məhz torpaq çərşənbəsi günündə başlayırdılar. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar Novruz bayramının şüurasından çıxarırlar, onu nəğmə ilə qarşılayarlar. Dumanına varın başında
qeyd edirik bayramı rabitə xəlletində, qeyd edirik bayramı rabitə xəlletində, sözə verə qiymət hamı rabitə xəlletində, sözə verə qiymət hamı rabitə xəlletində, qeyd edirik bayramı rabitə xəlletində, sözə verə qiymət hamı rabitə xəlletində. Lezzetli söz kimeysin, gerekli ilman gelir, şeker burayı yeri ağzımıza tam gelir. Tekerde şenlik olsun, hemmişe bayram gelir, bize der yarısı çamı, rabıta kalletinde. Bize der yarısı çamı, rabıta kalletinde. Qeyd edirik bayramı, rabıta kalletinde. Söze verir qiymət hamı, rabıta kalletinde. Bu cümle bu meydanda sözlere dikkat eder. Bu cümle bu meydanda bizlere dikkat eder. Çosar keçer hamıya çok şirin söhbət eder. Şeker bura baklava hamıya lezzet eder. Dansın abı mutamı rabıta kalletinde. Dansın abı mutamı rabıta kalletinde. Qeyd edirik bayramı rabıta kalletinde. Sözə verə qiymət hamı rabitə kalletində. Kalletimiz yetişdirib aməlimi, alimi, kalletimiz yetişdirib müəllimi, alimi, o müəllimlərdən biri, yüzəyi müəllim kimi, dəstəkliyə direktor, bəxtiyar müəllimi, hamı rabitə kalletində. Rabitə kalletində. Söhbəti zarafatı, sözü gülülər bir kəsin. Söhbəti zarafatı, sözü gülülər bir kəsin. Sevinç gəlir qəlblərə, gözü gülülər bir kəsin. Dolarlarını təbəssim, yüzü gülülər bir kəsin. Gəldi bahar əyyamı, rabitə kalletində. Gəldi bahar əyyamı, rabitə kalletində. Qeyd edirik bayramı, rabitə kalletində. Sözə verə qiymət hamı, rabitə kalletində. Baharın gəlişiyle güldü bağça gəlindi, güldü bağçalarda da güldü bölçə gəlindi. Süfrəmizdə hazırdır, gözəl bölçə gəlindi, alıb yurdun şamı, rabitə kalletində. Durun yandırın şamı, rabitə kalletində. Qeyd edirik bayramı, rabitə kalletində. Sözə verə qiymət hamı, rabitə kalletində. Şairə ilham gələn söz ağızdan ahardır, bu tədbirə gələnlər oturub bizə bahardır. Oktay mənim güvənli bu səhnəyə çıxardı. Var bizə inamı, rabitə kalletində. Olub bizə inamı, rabitə kalletində. Qeyd edirik bayramı, rabitə kalletində. Sözə verə qiymət hamı, rabitə kalletində. Şahran müəllim düzü sevir, səhvlərimizi pozandı, o öz düzgünlüyünə hörmətini qazandı. Şahran müəllim özü gözəl şeir yazandı, var hikmətli kəlamı, rabitə kalletində. Var hikmətli kəlamı, rabitə kalletində. Qeyd edirik bayramı, rabitə kalletində. Sözə verə qiymət hamı, rabitə kalletində. Bu bayram günlərində təbrik edək bir-biri, hamı bir-biri ilə danışsın şirin-şirin. Bayram adı havası, söz deməyə şairi, gəlir təbii hamı, rabitə kalletində. Gəlir təbii hamı, rabitə kalletində. Qeyd edirik bayramı, rabitə kalletində. Sözü verə qiymət hamı, rabitə kalletində. Mən elə söz demişəm, sözlə saray tikmişəm, meyxana bir bağdırsan, orada güllər ekmişəm. Mən elə söz demişəm, sözlə saray tikmişəm, meyxana bir bağdırsan, orada güllər ekmişəm. Mənalı söz demişəm, sözlə rəsim çəkmişəm, vardı sözün rəssamı, rabitə kalletində. Vardı sözün rəssamı, rabitə kalletində. Qeyd edirik bayramı, rabitə kalletində.
kallecində sözə verə qiymət hamı labütə kallecində söz istəyən vardısa gərək sözü biz verir sözü desək demək olmaz gərək sözü düz verir hələlik söz tutardı aparıcılara söz verir çatma sözün hamı labütə kallecində çatma sözün hamı labütə kallecində qeyd edirik bayramı labütə kallecində sözü verə qiymət hamı labütə Azərbaycanın rəhbərliyinin birinci dövründə xalqımızın ümumilli lideri Heydər Əliyev Sovet hakimiyyətinin qadağalarına baxmayaraq milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmışdır. Belə ki, milli adət-ənənələrimizdə o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər Heydər Əliyev bu bayram haqqında belə demişdir. Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixində Azərbaycan xalqımızın tarixi kimi keşməkeşli, enişli yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir. Gelsin el adamları, şölensin çamları, yüreklerde nur olsun, Novruzumuz gül olsun. Tonqalları çatılsın, üstündən el atılsın, hər el bura qatılsın, sinədə qürür olsun, Novruzumuz gül olsun. Qoy yığışıb qış geçsin, Novruz ruhu hoş etsin, süfrə açan nuş etsin, işimiz uğur olsun, Novruzumuz gül olsun. Paxlava, şəkər bura, plovun üstə qara, xəbər ver dosta, yara,
bayram ilə cür olsun, Novruzumuz cür olsun. Səməni qalaq-qalaq, alaq süfrəyə salaq, bir can bir qərdə olar, söz ağızda dür olsun, Novruzumuz gür olsun. Vətənin gözü gülsün, gecə gündüzü gülsün, millətin üzü gülsün, evdə yuğur olsun, Novruzumuz gür olsun. Bu yazın insanları, torpağın insanları, ailətin insanları, sübdən durhadır olsun, Novruzumuz gür olsun. Bir kimsə qəm görməsin, qəm və sübdə sərməsin, ah qolunu gəlməsin, qışla vurğavur olsun, Novruzumuz gür olsun. Söz deməyə gəlmişik, baxışda, bəzənməyə gəlmişik, baxışda, kalitimizin qızları, baxışda, az etməyə gəlmişik, baxışda, hoş gəlmişsən Novruzum, baxışda, qədəmlərin mübarək, baxışda, hər tərəfin nəğmələr, hər tərəfin gül çiçək, mən aşiqəm üzülər, qara gözlər süzülər, Novruzun süfrəsinə, yeddi verək düzülər, Yoxsalaq yaxındadır, xurcunu boş burdadır, xurcunu tez doldurur, qatı qusan burdadır. Aman qızı naz edər, xalqımızın 30 il ərzində işğal olunmuş torpaqlarda Novruz bayramı keçirməyi həsrətlə gözləmişdir. Prezident İlham Əliyevin həyat keçirdiyi qətiyyətli siyasət nəticəsində xalqımızın arzusu və ulu öndərin vəsiyyəti reallaşdı. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan ordusu doğma torpaqlarımızı işğaldan azad etdi. Xalqımız artıq ikinci ildir ki, həmin torpaqlarda zəfər təntənəsi ilə Novruz bayramını qeyd edir.
nəinki hər bir bölgəmizin, obamızın, kəndimizin, məhəlləmizin, hətta ailəmizin belə bu adət ənənələrə yalnız özünə məxsus bir əlavəsi vardır. Artıq 34 ildir ki, Qərbi Azərbaycanlılar Novruzu doğma yurtdakı kimi bayram edə bilmirlər. Bu da təbiidir. Çünki çox şey dəyişir. Zaman da, məkan da, dəyərlər də. Dəyişməyən isə yalnız vətən həsrətidir. Amma hər bir Qərbi Azərbaycanlının daim həsrətlə xatırladıqca da gözlərinin yaşlandırdığı, ürəyini, ruhunu sızlatdığı yurtda Novruz şənliyinin nə vaxtsa yenə də gerçəkləşəcəyi bir inamı var. Elə bu yerdə də kollecimizin hədiyyəvi işlər üzrə direktor müavini Eldən Obadan, sözdən, yurtdan yuvadan, sözdən qalayardan 4 şeir kitabının müəllifi Şahmurad müəllim də Yağı Taxtağında olan yurtda Novruz həsrətini şeirlə ifadə etmişdir. Nə bayram keçirir, nə qonaq gəlir. Yağı Taxtağında inləyir yurdum. Nə eyni açılır, nə üzü gülür. Yağı Taxtağında inləyir yurdum. Çoxdandır yanmayır bayram tonqalı. Gecə bacalardan sallanmır şalı. Nə qapı pustu var, nə qulaq falı. Yağı Taxtağında inləyir yurdum. Diləncindir o yerlərin kosası. Nə keçən görünür, nə də xonçası. Çardaqdan asılı qalıb lopası. Yağı Taxtağında inləyir yurdum. Şahmuradam sıralanıb bərqləmin. Daş qulağın suyu idi mərhəmin. Qərib ellər bit bir adi səmənin. Yağı Taxtağında inləyir yurdum. Ay Allah, bu yalnızlama Seymanı, gözünü görün, gəlin qaydı. Nə vaxtı həsrətəmdə olan vətənə, biraz səmasında sözüm, qaydım. Bağında oturun, biraz xəyala salın. Misafir üzərinin yarıma salın. Dəryanı götürün, biraz ot salın, bir dəsə yüz içər, üzüm qaydı. Qonşular toy etsin, gəlin gətirsin. Hər kəsə yerində şənlik getirsin. Ay şahmatlarım, anam yuxa gəlsin, təngəl düşürsin, mən də qurulcunərin qaydı. Size Göyt hakkında bir şey demek istiyorum. Ata babam əsgərimsən, ana yurdum yerim Göytsə. Ünvanını sorsanlar, tez deyir, yerim Göytsə. Hər mahalının adı var. Ana yurdunun adı var. Qonaqbərlər evladı var, gətirənlərdir. Ucalıq yerim Göytsə. Zəfi qurbanızlarına, 400 günə qurbanına, bala kimi qurbanına dağıtmışam, gəlin Göytsə. Bugün şirin söhbətimiz var bizim, ana bugün şirin söhbətimiz var bizim. Novruz
bizim. Novruz üçün adetimiz var bizim. Tələbələr köndü, tələbələr tətbiq edilər müəllimi. Dərs keçən yox bizim müəllimlər kimi, dərs keçən yox bizim müəllimlər kimi. Biz elə onlardan alırıq təlimi, biz elə onlardan alırıq təlimi. Bax, bu tür məsuliyyətimiz var bizim, bax, bu tür məsuliyyətimiz var bizim. Novruz üçün adətimiz var bizim, şirin şirin söhbətimiz var bizim. Novruz üçün adətimiz var bizim, şirin şirin söhbətimiz var bizim. At bəhirin fərqi yox, liboy deyim, bayram olsun, şənlik olsun, toy deyim. Bəxtiyar müəllimin adını toy deyim, o qanı şəxsiyyətimiz var bizim, o qanı şəxsiyyətimiz var bizim. Bayram üçün söhbətimiz var bizim, bugün şirin söhbətimiz var bizim, şirin şirin söhbətimiz var bizim. Novruz üçün adətimiz var bizim, şirin şirin söhbətimiz var bizim. Qarabağ azad oldu, ürək şad oldu, bərbad olan rayonlar abad oldu. Qarabağ azad oldu, ürək şad oldu, o yer üçün məhəbbətimiz var bizim, o yer üçün məhəbbətimiz var bizim, şirin şirin söhbətimiz var bizim. Novruz üçün adətimiz var bizim. Şirin şirin söhbətimiz var bizim, Novruz üçün adətimiz var bizim. Şükür ola ki dinimiz var, inanlıyıq, şükür ki dinimiz var, imanlıyıq. Həfrəzilik Azərbaycanlıyıq, biz hər yerdə ədəbli ərkanlıyıq. Namusumuz, qeyrətimiz var bizim, namusumuz, qeyrətimiz var bizim. Bugün şirin söhbətimiz var bizim, bugün üçün adətimiz var bizim, Novruz üçün adətimiz var bizim. Bayramı deyil edək əntiqam olma, süfrəni dolduran zahı cəlalma, süfrəni dolduran zahı cəlalma. Şəkər vuran paxlava həm qovalma, dağılırız neymətimiz var bizim, dağılırız neymətimiz var bizim. Bayram üçün adətimiz var bizim, şirin şirin söhbətimiz var bizim. Tamam məğlub oldu düşman eşidirik, zəfər tanı Azərbaycan eşidirik. Bayram günü can deyib can eşidirik, çox şirin ünsiyyətimiz var bizim, çox şirin ünsiyyətimiz var bizim. Bugün şirin söhbətimiz var bizim, Novruz üçün adətimiz var bizim. Bugün şirin söhbətimiz var bizim, Novruz üçün adətimiz var bizim. Xalqın meyxana tək sənəti vardı, xalqın meyxana tək sənəti vardı, sözümüzün məncə hikməti vardı. Bu tədbirdə hamının əziyyəti vardı, bu tədbirdə hamının əziyyəti vardı. İstedadlı heyətimiz var bizim, istedadlı heyətimiz var bizim. Novruz üçün adətimiz var bizim, istedadlı heyətimiz var bizim. Novruz üçün adətimiz var bizim, istedadlı heyetimiz var bizim, Novruz üçün adətimiz var bizim. Dəmiyum, hamı birləşib dəmiyum, hamı birləşib yumruq dəmir oldu, düşman çapqal oldusa biz şir oldu, 44 günlük müharibədə tir oldu, millətimiz var bizim, millətimiz var bizim. Şirin söhbətimiz var bizim, Novruz üçün adətimiz var bizim, şirin şirin söhbətimiz var bizim, Novruz üçün adətimiz var. Oldukça mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqlar gələcəyə dikminliklə, ümidlə baxmaq hisslərini doğurur.
Şahmurad müəllim öz şeirlərindən birini söyləyəcək, Azərbaycan şeiri. Buyurun Şahmurad müəllim. Çox sağ olun. Azərbaycanın başqalarına başlamanla olmalı olmuş şərəfinə. Oğlan yurdu, o püskürür nəfəsinə, şöhrətinə baş əyrim Azərbaycan. Artıq dünya hesablaşır xalq səfindən, qüdrətinə baş əyrim Azərbaycan. Sən azadsan, öz mövqeyin, öz yerin var. Sən unutan, qorqut boyda əsərin var. Bəxtiyarsan, heydər kimi önləri var. Dövlətinə baş əyrim Azərbaycan. Müqəddəsdir bu torpağın hər qarşı, bir tarix bir Qobustanda qaval başı, hər tərəfin qara qızıl altın başı, sərvətinə baş əyrim Azərbaycan. Müstəqillik əbədidir, sönən deyil, bayrağımız yüksəklikdən, elən deyil, arxamızda Türkiyədir, dönən deyil, hörmətinə baş əyrim Azərbaycan. Şanlıqam, bir cənnətdir mənim ölkəm, rəhbər dahi, qanun ali, ordu möhkəm, əlbətində səbəbində keşik çəkən, Əhmədinə baş əyrim Azərbaycan, Əhmədinə baş əyrim Azərbaycan, eşq olsun Azərbaycan. Səhər vaxtına top bala yolu, gözdə bir gün orta olsun, uşaqlar da yığılırsın, məhləyə gedərsən. Həm də ilə həyətdə iş görədib, gəlib mənə kömək eləyərsən. Yaxşı. Qapı dövdür. Mən baxarım ata. Bu bayram gününe hoş geldiniz. Zamanla siz gəlib mənə həyətdə kömək eləyir. Gələk səhətləşək. Yenə yaşınızı, bir də sən ayrısın. Sən ona gelişdirdi. Bayramlarda mənə təbrik edərsən. Salam deyil. Ayaz kızım, dur git kontağı getir. Görək sənə kızımızı sənə getirdi. Mamiyə də teşekkür edərsən. Ay Allah, bir nimet düzü verib bırak. Allah hepsi okulay versin, ayrısın. Benim peki satıyor, yok ama bize film göstereceğler. Biter de tasaba. Gelip biter. Başın sağ olsun çosa, arşın uzun bel kısa, kəfənsiz ölməz çosa, 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 ay çosa.
başınıza dönün, xeyir işə gəlmişik. Bu gelişimizin sebebi nedir? Buyurun əyləşin. Ne görün? Gelişimin sebebine daha çok sağ. Ay anam, sən qaşıya dönün, qızı bir çəksələr, sizin qızınız xətciyə vuruldu. Vay! Onu istəyir. Kim olur? Xətciyə. Ne habidəsin? Ne getir bu güzellikte kız görmüşəm. İndi gəlib onu səhvmişəm. İkinci tonmayı getirəm, nə verəcəm? Qarnına bax hələ, özündə böyürdü ki. Nə var öyle, bunda saçı yoxdur da. Benim məndə kızı böyle de kız yoktu. Vay vay baxdım axına. Sənin bir ay keçər, burada da bəxtim yaptık mən. Heç olmayan qızla səni toxuşdular, bilmədim buna. Gəl gedək qonaqlarla bir dənə yemək. Səni yoldan başqa bir baxışlar bilməyəcəksən. Ay anam, onda bir şey. Hə, nə deyirsən? Başına dönün, onun insan nə var ha? Nə var? Bizcə də orada yumurta toxuşdurar. Əgər bu saat sizin qızınıza var. Hə, bəs bu saz? Bu saat Hə, o sazlar məndən qəşəngə alırsınız demişlər. olsun, razı. Gəl. Baxa, iş olar ki mənə kərək gələsin. O yazın o kəndin içində bir yavru eləyərəm. Hə, ben görürlər, peki görür. Baxın, baxın, baxın. Peki görür. Baxın da olur. Gəlirəm, gəlirəm, gəlirsin. Ha, ha. Gəl, gəl, hə, nə qaçırsın, gəl. Gəl, gəl bura. Ay səni, mən də gitirəsin. Gəl bura. Gəl. Gəl bura, gəl. Gəlin bura gör. Ay görürsən bax. Hara gelirsən? Sen benim başıma. Ne yumurtağı takıştırımdan dediğin ne de kızımı alabilir. Sen benim gözümde top gibi yerlerde yumalamazsan. Heh, dinleyin. Benim kızım gibi bir halde kafasın da. Hay hay. Bugün burada təşkil edilmiş bu bayram, şənliyimiz ellərdə, obalarda, evlərdə davam edəcək. Bayramınız mübarək olsun. Son olaraq isə Azərbaycan mahnısı ilə birgə yallı gedək. Güneş gibi daim yanma, adım yurduma hep
Tədbirin belə gözə alınmasında yenə deyirəm, Bəxtiyar müəllim başda olmaq üçün rəhbərliyə təşəkkürümüzü bildiririk. Kimsə şərait yaratdılar. Biz qısa bir müddət ərzində belə tədbir təşkil etdik. Buyurun Bəxtiyar müəllim. Əvvəla hamınızı təbrik edirəm. Hamınızı evinə uzun bərəkət təminləyirəm. Bu gözəl balalarımızı təbrik edirəm. Xoşbəxt olsunlar. Çox gözəl tədbir keçdi. Tədbiri təşkil edənlər minnətdarlığımı bildirirəm. Ancaq biz zarafat edir, bu Novruz şəhərindən çox Şahmuradın yaradıcılıq tezəsidir. Təbrik edirəm, indi bir xatirə şəkildir. Aydın xanım, gəl burada. Gəl İsmail. Yox, əvvəl mən bir dənə tək çəkdim. Bəli. Git kapıdan sen. Ayın aşağı. İndi gəlir. Aydın xanım, gəl bura. Oxtay, sən bir. Xəbər elə dursun. Sağ olun. Mən hər birinizi səmimi qatda təbrik edirəm. Bu bayramda həqiqətən də siz vətənpərvərlik göstərdiniz. Bilirsən, millətimizin adət-ənənəsini yaşatmaqda bizlərin də mənalı olsun. Kimsə nəsə eləyirsə, onun üçün mən biraz da təşəkkür edirəm ki, belə bir böyük bir kollektiv, Azərbaycan Texnik Universiteti nəzdində Bakı Dövlət Rabitə və Millət Kolleci, Respublikada 3 kollec arasında həmin keyfiyyət həmkəmiyyət. Ona görə siz həqiqətən də gözəl nümayiş edərsiniz. Əməyiniz var. Əməyinizi də halal edirəm. Həqiqətən dəyərli insanlarsınız. Mən sizin bayramlarınızı hamıdan maşallah bahar tərəvətli insanlar, gözəl qızlarsınız. Bizim həqiqətən kollecin qızları da, onları da əsl vətənpərvərdir. Bir daha bayramımız mübarək olsun. İndi rəhbərlik sizi inşallahlandırır, onu bir təqdim edəcəyik. Uğurlar, bir daha evdə də ailəmizi, anamızı, valideynlərimizi təbrik edən, şəhidlərimizin ruh qarşısında baş əyrik, qazilərimizə də Allah'tan şəfaət. Sağ olun, bayramımız mübarək. Sağ olun. Tədbirin belə gözəl təşkil olunmasında əməyi olan Şahmurad müəllimə direktor fəxri fərmanına tərtib etmişdir. Biz onun Bir tane de müəllim. Deməli, bizim kollecin imtahan səmimi, bütün həyat fəaliyyətində işini danılan bir faktdır. İstər kitabların çap olunmasında, istər proqramların, neçəsi 10 kitabın müəllifi. Həm də kollecin bütün ictimai işlərində fəal iştirak etdiyinə görə sağ olsun Bəxtiyar müəllim də, Muxtar müəllim, belə dərin mənalı. Sizləri 3 gün ərsə gətirmək, bu necə sənət xadimini və təltif edilib. Mən də təbrik edirəm. Qısa bir müddət ərzində, 2 gün ərzində biz belə bir gözəl tədbir hazırladıq. Həqiqətən siz istedadlı tələbələrsiz və buna görə elə bu gün Bəxtiyar müəllim xoşuna gəldiyi üçün hər bir burada iştirak edən tələbəni təşəkkür etdim, ona təşəkkürnamə yazdılar. İndi Şahmurad müəllim həmin tələbələri bir-bir tərtib edəcək. Kimin soyadını çəkirəmsə, səhnəyə gəlsin. Rızayev Teymur Sabiroğlu. Bizim saz ifadəsi. Buyur. Saz mı? Təbrik edirəm. Bizim səhnəciyin yaradılmasında əziyyəti çox olan Hüseynova Güllar. Gəl Güllar xanım, təbrik edirəm.
şeirləri və yaxınları nağırlarla müşahidə edən Əkbərov Nihal Qabilov. Oradan yapılırsa. İndi isə gözəl rəqsi ilə hamını heyran edən Mirzəliyeva Aytat Sabir qızı. Gözəl şeir söyləyən Ağa Məmmədli Nilgün İftixar qızı. Səs-küyün qarşısının alınmasında, ümumiyyətlə tələbələrin oturmasında, nizam-intizamın yaradılmasında əməyi olan Mirzəzadə Mehrab. Məndən bax. Şeirləri, mahnıları ilə Məhərov Həcər. Məhərov Həcər Mehdi qızı buyursun. İndi isə aparıcımız Bahar qızı Məmmədova Nigar Vaqif qızı. Təbrik edirəm.